Demək, bizə deyir ki, bu işlədiyiniz fevral 2024 fevral qəbuludur. İşsizlikdəndir sözü ilə eyni tərkibdə olan feilləri müəyyən edin. Sözün kökü iş, işsiz, işsizlik, işsizlikdəndir. 2 leksik və 2 qrammatik şəkilçi var. Və fikir versəz, bizdən feil istəyir. Ona görə birinci mən altını siləcəm, çünki əkinçi isimdir. Eyni tərkibdədir. Əkin, əkinçi. 2 leksik var. Lər, 2 dənə də qrammatik var. Amma bu isimdir deyə altını siləcəm. Bizdən feilləri istəyir. Ona görə B-ni və E-ni birinci silirəm. Oxut, sözün kökü oxut, oxutdur, leksik oxutdurdu, oxutdurdu. Sözün özü feil olmalıdır, yoxsa kökü? İşsizlikdəndir sözü ilədir. Eyni tərkibdə olan feilləri istəyir. Kökünü istəmir. Feilləri istəyir. Eyni Ək tərkibdə feildir. olan. Nə? Ək feil deyil. Kökünü istəmir. Hə, Yaranandan sonra eyni mən də o tərkibdə olan. soruşdum da, yəni ümumi sözü götürəndə feil istəyir də. Bəli. Yandır, yandırıl, 2 leksik. Mışla dadır, qrammatik 2. İt, itir, itiril. 2 leksik var. Mışdır, qrammatik. 1, 2, 3'tü cavabımız. Azdan az al, azalt, azaldır. 3 leksik var. Deyilmişdir dedi. Deməkdən deyilmək bir leksik var. Ona görə düzgün cavabımız adı. Baxarıq ikinci sualımıza. Nümunədə işlənmiş təsvirlənən feillərlə bağlı düzgün fikirləri müəyyən edin. Axşamlar yenə damın üstündə oturur, tütək çalırdı. Təsvirlənən feildir. Kəndin hər yerində onun tütəyinin səsi eşidilirdi. Qızlar daha onun yanına gedə bilmirdilər. Feillər. Deyir ki, hamısı indiki zamandadır. Bizdən düzgün fikirləri istəyir. Çalırdı, eşidilirdi, bilmirdi. Hamısı bəli, ır şəkilçisi var indiki zaman. Biri bir. Hamısı quruluşca sadədir, səhvdir. Eşit, eşidil. Düzəltmədi. Ona görə 2-ni siləcəyik. İdi hissəcik xəbər şəklinə qoşulmuşdu. Bəli, D var. Və D-dan əvvəlki söz şəkilçi ır, indiki zamanın şəkilçisidir hamısında. Və indiki zaman şəkilçiləri də xəbər şəklini yaradır. Xəbər şəklinə qoşulub 3. Hamısı təsdiqlədi, bilməyirdi, inkar. Ona görə düzgün cavabımız 1 və 3-dür. C variantı. Təmyiz xəbərləri sifətlə ifadə olunmuş cümləni müəyyən edin. Qara, uzun, düz saçları ona xüsusi gözəllik verirdi. Xəbər sifətlə ifadə olunmayıb. Qartal çox iti baxışlıdır və yırtıcıdır. İti baxışlı və yırtıcı sifətdir. Və xəbərlər təmyiz xəbərlər sifətlərlə ifadə olunur. Gözəllik isimdir C-də. Düzgün cavabımız B-dir. Oxumaq, işləmək feildir, məstərdir. Bizdən sifət istəyir. Qaçmaq, rəsm çəkmək, oyun oynamaq. Uşaqların ən sevdikləri əyləncələrdir. Əyləncə də isimdir. Düzgün cavabımız olacaq B variantı. Əsl Azərbaycan sözlərindən ibarət cərgəni müəyyən edin. Xalq, hamı, səhər. Sözün dedik ki, əvvəlində və sonunda 2 samit yanaşı gəlirsə alınmalı. Ona görə A olmaz. Təhsil tədrisə aid olan sözlər alınmadı. Məylə başlayan sözlər alınmadı. Məylə, moyla başlayan sözlər alınmadı. Cavabım dedi. 8 saylar milli mənşəlidir. Bəzi istisnalar çıxması şərti ilə. Çiçək millidir. Almaq da deyildi. Ona görə düzgün cavabımız olacaq D variantı. Anam qazanın qapağını çıxartdı. Xörəkdən bir çömçə götürüb atdı boşqaba. Cümləsində ədəbinin hansı norması pozulmuşdur? Hansı normalar pozulur? Demək, xəbər gəlib əvvələ. Anam qazanın qapağını çıxartdı. Xörəkdə bir çömçə götürüb atdı boşqaba. Atdı, götürüb atdı gəlib əvvələ və xəbər yerini dəyişirsə, inversiya baş verirsə, qrammatik norma pozulur. Xörəkdən bir çömçə götürüb atdı, yox, çəkdi.
olmalıdır. Burada da leksik norma pozulur. Düzgün cavabımız B'dir. Leksik məna odur ki, sözün mənasında bələd olub düzgün yerində işlətməyi tələb edir. Qrammatik normada isə uzlaşma pozulursa, e, sonra xəbər cümlənin əvvəlinə gəlirsə, artıq burada da qrammatik norma pozulur. Leksik, fonetik normada isə yazılış səhvi. Əgər yazılışda səhvə yol verilirsə, fonetik norma pozulur. Tələffüz şəklində verilmiş sözlərdən hansılar 2 y ilə yazılmır? Demək, qafiyə bir y ilə yazılır, tövsiyə bir y ilə yazılır və təhkiyə də bir y ilə yazılır. 2, 3, 4 bir y ilə yazılır. Məqsədyönlü sifəti haqqında hansı fikir səhvdir? İkinci tərəfə leksik şəkilçi qəbul etmişdi. Bəli, bu leksik şəkilçisini qəbul edir. Bu düzdür. Birinci tərəfi sadə isimli, bəli, məqsəd. Quruluşca düzəltmə də fikri səhv fikirdir. Mürəkkəb sözə nə qədər leksik şəkilçi artırsaq da o mürəkkəb olaraq qalır. Söz mürəkkəbdir. Keyfiyyət bildirir, düz fikirdir. Adi dərəcədədir, bəli, düz fikirdir. Düzgün cavabımız olacaq ki. Verilən xüsusiyyətlərin aid olduğu əməli yazı növü hansıdır? Məhsul şəxsə yazılı və şifahi şəkildə təqdim oluna bilər. Yazılı və şifahi şəkildə təqdim olunursa, yazılı forması imzalanırsa, ictimai xarakter daşıyırsa, bu olacaq hesabat. İşin yerinə yetirilməsi ilə bağlı rəsmi məlumat verir. İşin yerinə yetirilməsini görsəz, götürəsiz hesabat. Xəbəri sifətlə ifadə olunmuş baş sözlərdən ibarət olan cümlənin müəyyən Daha edin. ne? Oradaki daha nedir? Ədat köməkçi nitq hissələrini biz sintaktik təhlil etmirik. Vardı oradaki makinesi. Baş yüzler değil. Bizə deyir ki, xəbəri sifətlə ifadə olunmuş baş sözlərdən ibarət. Yazmısan nə? B. Karşılıksız olar bir yerde. Təhlil elə görüm cümləni. Olar ne dostu, necə karşılıksız. Eləyə bilmədim, ona görə səhv yazmışam da yazdım. Dostluqda minnət qoymazlar. Minnəti tamamlıqdır. Və xəbərini sifət istəyir deyə sifət deyil artıq. B. 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 Əsl hansı dostluq xəbəridir, sifətlə ifadə olunsun. Xəbəri hanı cümlənin B variantında? Olar. Karşılıksız olar. Hemen ona görə səhv. Birlikdə mürəkkəb feil gedir, ona görə B də olmaz. Mən necəsə deyirəm. Sizin dəstəniz daha intizamlıdır. İntizamlıdır. Necədir? Xəbərdir. Sizin dəstəniz də mübtədədir. Baş sözlərdən ibarətdir. Daha köməkçi hissəsidir, təhlil etmirik. İntizamlıdır, sifətdir və cümlənin xəbəridir. Düzgün cavabımız C'dir. İçəridədir, içəri zərfdir. Xüsusiyyət isimdir. Ona görə götürmək. Baxaq 10-cu suala. Cümlələrin birində ki ədat kimi işlənmişdir. Səhərki külək çox güclü idi. Ki burada sifət düzəldib. Şərtim budur ki burada bağlayıcıdır. Əgər özündən sonra vergülü varsa bağlayıcıdır. Yoxdursa ədatdır. C variantında dakı dəkidir. Şu deyil. Sifətdir. Eşitdim ki vergülü var bağlayıcıdır. Düzgün cavabımız E'dir. O ki hər şeydən xəbərdar idi. Ki burada ədat. 11. Ekspedisiya sözündə vurğu düşür 3-cü hecanın üzərinə. İya vurğu qəbul etmir. İyadan əvvələ düşəcək. Nümunədə işlənmiş isimlərlə bağlı doğru fikirləri müəyyən edin. Bağımda bağban kimi çalışıb, tər tökmüşəm. Gözlərimi sənin üçün bu yollara dikmişəm. Gəl gör sənin adına neçə güllər əkmişəm. Bu misilsiz gülüstan mənim deyil, sənindir. Baxaq düzgün fikirlərə. Bizə deyir ki, düzəltmə isimlər yalnız 1 və 4-cü misrada işlənmişdir. Bağban, 4-cü misra isə, demək bu 1-ci misramız. Bu 2-dir. 3. Bu isə 4. Gülüstan, güldən Gülüstan. Düzəltmə isimlər yalnız 1-ci, 4-cü misrada işlənmişdir. Bir düzdür, biri götürəcəyik. Sonra, İsmin bütün halları işlənmişdir, çıxışlıq hal yoxdur. 2 olan variantlarımızı biz silək. 2 olan variantı siləndə 3 variantı sildik.
və 1 də düzdür. Hər iki variantda 1 ilə 5 var. 1, 5 düzdür. Üçüncü misrada ikinci şəxsin təkinin mənsubə şəkilsi işlənmişdir. Üçüncü misra ikinci şəxsin təki. Sənin adın adına. Burada var. Demək 4 də düzdür. İkinci misrada işlənən isimlərdən biri həm mənsubiyyət, həm də təsirli hal. İkinci misra gözlərim, gözlərimi, mənim gözlərim, gözlərimi. Hər ikisi var. 1, 4, 5. Dördüncü misrada birinci şəxsin təkinin mənsubiyyə şəkilsi işlənmişdir. Mənsubiyyət deyil, şəxs əvəzliyindəki hal şəkilçisidir. Ona görə düzgün cavabımız deyil. Hansı cümlələrdə yer zərfliyinin əlavəsi var? Baxa, biraz yaxınlaşdım. Burada məktəbin həyətində dayanmaq onları sevindirmişdi. Burada tərkibdir. Nə onları sevindirmişdi? Məktəbin həyətində dayanmaq. Burada yer zərfliyinin əlavəsi yoxdur. Mübtədadır. Şəhərə göydələnlər məkanına getmək nə? Yenə mübtədadır. 3. Kənddə doğma yurtda harada? Götürəcəm 3'ü. Zərfli idi. 4. Musa irəlidə kanalın yanında dayanmışdı. Harada irəlidə, harada kanalın yanında. Cavabım 3 və 4'dür. 5'də də xəbərin əlavəsidir. İdi var. Burada idi varsa çadırımız orada. Tirədən də əvvələ idi gətirə bilirsə, orada çayın sağ sahilində idi. Orada idi, çayın sağ sahilində idi. İdi varsa bu da xəbərin əlavəsidir. Demək 1 ilə 2 oldu mübtədənin əlavəsi, çünki tərkibi idi, onu götürmədik. 3 zərfliyin əlavəsidir. Harada? Kənddə, harada? Doğma yurtda. 4'ü götürdük. İrəlidə, harada? Kanalın yanında dayanmışdı. 3 və 4. 14'də bir cümlədə deyil, həm şəxs olsun, həm sual olsun, həm təyin olsun. Hər təyin əvəzlidir. Sonra növbəti baxaq. Sınaq könlün nə səs eyləmsən, nə də sualdır. Demək, burada şəxs əvəzliyi yoxdur. 2. Nədir? Sual əvəzliyidir. Sən şəxsdir. Bütün olacaqdır təyin. 2'ni götürdük. Nədir? Sual, sual, işarə var, şəxs var. Demək, burada təyini yoxdur 3'də. Nədən mənim, nədən sualdır? Mən şəxsdir. Bir də burada öz var təyini. 2 ilə 4'dür burada cavabımız. 2 və 4. Sonra bu işarədir. Sən şəxsdir. Demək, burada nə yoxdur? Sualla təyini yoxdur. 15'də durğu işarəsinin səhv işləndiyi cümlələri istəyir. O və bu əvəzlikləri hansı sualına cavab verərsə, virgüldən istifadə etmirik. Bir də düzgündür. O mübtədə vəzifəsindədir. Özündən sonra zərf gəlib. 2, 4. bu binanın son mərtəbəsi idi. 2 olmayacaq. Səhvi istəyir bizdən. O dünənki hadisədən təsirlənmişdi. Hansı? Özündən sonra o mübtədədir. Sifət gəlib. Düzgün cavabımızın biri 4'dür. O günü, hansı günü təyin vəzifəsindədir. Hansı sualına cavab verir. 5'də isə bundan sonra köməkçi nitq hissəsi gəlib deyə vergül olmaz. O və bu əvəzliklərindən sonra köməkçi nitq hissələri gələrsə vergüldən istifadə etmirik. Düzgün cavabımız 4 və 5 olacaq.